takipçi ümumiyyətcə önəmli deyil. Yəni o müştəriyə görə önəmlidir ki, baxsın ki, sənin bu qədər takipçin var. Əsas önəmli olan izləmə sayıdır. İndi onu göstərəcəm. Bax, mənim ümumiyyətcə takipçim hardasa 3600 falan bu qədərdir. 3658 burada göstərir. Amma 28 gün izləməmə baxsaz, paşlı 1 milyondur. Profilə girən 7800'dür. İndi bu like heç, bu o qədər maraqlı deyil. Komment maraqlıdır, bir də repost. Repost 650'dir, komment də 1700'dür. Deməyim nədir? Yəni bəlkə də bu elə bir 10.000 takipçisi olanın, yəni bu elə bir statistikası yoxdur. Çünki video sayı çoxdur. Bir də video elə belə nə gəldi paylaşmıram da. Yəni videoya görə video paylaşmırsan. Yəni video hər şeydən öncə sənin özünə maraqlı olmalı. Sənin özünə maraqlı olmalısa onun heç bir önəmi yoxdur. Ona görə çalışın video çəkin çoxlu. Amma nətər deyim? Videoda bir məqsəd olmalıdır. Hər bir videoda çəkilişin məqsədi olmalı. Yəni sən nə çatdırmaq istəyirsən